Salam aleykum. Deməli burada eğer karbon H, mən karbon H üçün aşağı yazıram. Xlor üstünə natrium gəlirəm. Natrium xloru aparır. Bu zaman xlor gedən yer boş qalır, təzədən özünə oxşar. Bir də birləşir. Bura 2 yazıram. Xlor oldu 2 dənə. Bura 2 yazıram. Natrium oldu 2, bura 2 yazıram. Və natrium 40-dan 21,6-ya enib, yəni 18,4 qram sərf olub. Burada yazıram 46. Və bu zaman 68 qram X alınıb. Bura yazıram 68. Burada yazıram deməli 2R. Üstə gəl deməli CH3'lər 15, 15, 30. Karbon H'lar da 13, 13 deməli 26. Burada mən tənasib qururam. Tapıram ki R buradan 57'ye bərabərdir. Bu da karbon 4. H9'u 57 eləyir. Və indi karbon H, karbon H3, karbon H, karbon H. Bunlar faktiki nöqtə qoyduqlarım üçlü karbondur. Ancaq burada yazıb ki, üçlü karbon 4'yə bərabər olmalı. Ona görə mən karbon 4 H9 radikalını mən üçlü butil kimi yazacağım. Çünki mən bunu üçlü butil kimi yazanda həqiqətən dörtlü karbon sayı üçlü karbon sayına bərabər olacaqdır. Bu nöqtə qoyduqlarım dörtlüdür. Bu plus qoyduqlarım da üçlüdür. Adlandıraq 1, 2, 3, 4, 5, 6, 2, 2, 3, 4, 5, 5 heksametil, çünki 6 dənədir. Heksametil deməli heksan. Yəni biz burada 28-ci suala cavab verdik. Daha sonra burada bizə deyir ki, reaksiya zamanı sərf olunan xlorlu birləşmənin, yəni xlorlu birləşmə nə qədər sərf olunan, 18,4 qram natrium sərf olunanda xlorlu birləşmə nə qədər sərf olunacaqdır? Aşağısına 2 yazıram, 18,4'ü vururam 2'yə, bölürəm 46'ya. 0,8 mol deməli xlorlu birləşmə sərf olunacaqdır. Alınan qeyri-üzvü maddəni, yəni buradan bu alınan üzvüdür. Qeyri-üzvü maddə budur. 18,4 nü, burada 2 yazıram və baxıram ki, yenə 18,4 bölü 2 bölü 46 yenə 0,8 alınacaq. Yəni alınan qeyri-üzvü maddənin mol miqdarı da 0,8 olacaqdır. Sadəcə burada yazıb ki, sərf olunan xlorlu birləşmənin və alınan qeyri-üzvünün mol miqdarının zamandan asılı qrafiki. Yəni zamandan asılıq deyəndə bu alınan deməli qeyri-üzvü maddə əvvəl yox idi. 0,8'e yüksələcəkdir. Təbii ki, və bu zaman deməli digər bu xlorlu birləşmə də 0,8'dən deməli enəcəkdir. Yəni bu da onun qrafik olacaqdır. Və gəlir burada 30-cu sual. Biz tapdıq ki, burada deməli ümumən biz belə yazıq da karbon H3, karbon H3, karbon H3 bayaqki deməli alınan üzüm maddəni köçürdürəm və burada neçə dənə karbon var? Burada deməli 4'ü burada, 4'ü burada 8, 9, 10, 11, 12 dənədir və alkanın formulu karbonin H2N+2'dir. Yerine yazanda karbon 12, H26 olur. Bunun da yanmasından 12 mol CO2 alınır. Amma yazıb X'in 0,5 molun yanmasına. 1 molun yanmasından 12 mol olsa 0,5 molun yanmasından 6 mol CO2 alınır və bu CO2 kalsium hidroksitlə kalsium deməli karbonat çöküntüsü əmələ gətirəcəkdir. Bu 6 moldur. Burada artıqlamasına götürmüş, sönmüş əhəng dediyinə görə CO2 tam sərf olunacaqdır və buradan da sərf olunan çöküntünün kütləsi 600'e bərabər olacaqdır.